İstər oruc, istər namaz, istər həcc və digər bu mənəvi əməllərdə ən ümdə ixlasdır. Yəni, insan o əməli yerinə yetirəndə yalnız və yalnız Allahın razılığını, insanların ona hansı fikirlə yanaşmasını deyil, Allahın razılığını əldə etməsi üçün xalis əməl, xalis bəndə olmaq çox mühümdür. Yəni, necə ki, Quran-ı Kərimdə Mübarək Saz surəsinin 32, 82 və 83-cü ayətlərində şeytanın insanları yoldan çıxartmasına Allahın hüzurunda and içdiyi göstərilir. Allah onun hüzurundan qovduqda o Allahın qarşısında belə bir əhd bağlayıb, belə bir and içib. Qalə fəbi'izzətikə ləuğviyənnəhum əcmain. And içir ki, and ola sənin izzətinə, Allahın qüdrətinə and içir. Qalə fəbi'izzətikə ləuğviyənnəhum əcmain. Deyirsən ki, məni dərgahından qovdun, and ola sənin qüdrətüə, and ola sənin izzətüə, mən onların hamısını yolundan azdıracam, yolundan saptıracam. İlla ibadəkə minhumul muxləsin. Yalnız onların içərisində xalis bəndələrin istisna olaraq. Yəni, məlun şeytan insanlar içərisində Allahın xalis bəndələri istisna olaraq bütün insanların etdiyi əməllərində onların savablarını xalis olmadığından əllərindən alma imkanına malikdir.